nəfsimi iman yerinə. Sənə təslim elədim nəfsimi iman yerinə. Sənin eşqindir məni bimar edir, sənin eşqin yerinə. Sənin eşqinə adəmliyi tərk eyləmişəm. Nə olar kimsə məni qoymasa insan yerinə. Qədəmin dəydiyi torpağı yığıb saxlamışam. Çəkərəm nuru gedən gözlərə dərman yerinə. Çəkmək istərsən əgər rəsmə bu dünya şəklin, çək mənim gözlərimi əksini ümman yerinə. Çək o qılıç qaşlarım, sona çatdır bu eşq əccin. Sənə qurbandır bu can, kəs məni qurban yerinə. Ah-ı nalə ilə yar insafa gəlməz Arif. Nə olar zümzümə elə, elə dilkəş üstündə nalə yerinə. Kim
Çox sağ olun, minnətdarıq. Habil müəllim, minnətdarıq. Aytan xanım, minnətdarıq bu gözəl ifa üçün. Təbii müşahidçilərin hər birisinə can sağlığı arzulur. Allah hər birinizə can sağlığı versin. Əziz qonaqlar, istəkli qohumlar, yenidən hər birinizə ayrı-ayrılıqda Namiq qardaşın adından, onun ailə üzvləri adından salamlayır. Hər birinizə xoş gəldin eləyir, hər birinizə nuş olsun deyirik. Qoy Allah Teala hər birinizə oğul, qız evladı qismət eləsin. Qız yaraşıqdır, oğlan dəyanətdir. Bugün də Namiq qardaşın oğlu, evladı Sadiq bəyin hərbi xidmətə gedən günüdür. Gəlin Allah Teala'dan Sadiq bəy sağ gedib, salamat evinə, obasına dönməyin hər birimiz Allah Teala'dan arzu edək. Qoy Allah Teala hər birimizə oğul qismət eləsin ki, siz də onun hərbi xidmətə getməyin, öz əllərimiz, öz gözümüzlə yola salasınız ki, və onun acısı səbirsiz ilə gözləyib, olay böyük olay kesin. Salamat gəlsin oğlum. Gördün acına, aynı. Fuat burada ola bilər çoxdur. Hansı Fuat? Yası böyük oyunda burada. Fuat qardaşım buradadırsa deyinə səni gözləyirlər. Doğma şəklinə iştirak edir. Allah'ın köməyi. Ve Allah her birimizə can sağlığı versin ki, bugün Namiq qardaşın dəvəti qəbul edib. Onun bu xoş günündə, qayasız günündə Namiq qardaşla bir yerdəsiniz. Allah her birimizə can sağlığı versin. Sağ olsun ömür kalsın. O iki tane güzel balam var. Mən istəyirdim, qonaqlarının çox olduğu nəzərə alaraq Kardeşimle bir yer onları gördük. ev sahiblərini dəvət edib bura, çox aşıq edirdim. Geri de gelsin toyuna. İstəyirəm Sadiq bəyin atası Namiq qardaşı bura dəvət edib. Allah'ın barışı. Anası Esmira xanıma göz aydınlığı Nasıl verir. olmalı oğlan? Babası bayramı dəvət edib. Allah verdiyə rəhmət eləsin. Onun bu gün nəvəsi hərbi xidmətə gedən günüdür. Özü burada yoxdur, ancaq ürəyi ilə buradadır, ruhu ilə bu məclisdədir. Nənələri Nazilə xanıma, Elza xanıma göz aydınlığı verir. Sadiqin əmisi Natiqə dəvət edib bura. Əmləri Erşən qardaşı, Mahiri, Yolçunu, Səyamuşu, Azəri İsmail'i dəvət edib.